Salam uşaqlar. Demək 2024-cü il qəbulun birinci mərhələsinin testlərini izah edək. 31-ci testdə soruşur 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində antiterror tədbirləri nəticəsində Xocalı rayonunun tamamilə işğaldan azad edilməsi verib A variantı. Daha sonra qətnamələr, BMT-nin qətnamələrindən danışır B variantında. Düşmənin keçilməz hesab etdiyi istehkam xətlərinin ilk dəfə yarılması. Demək, burada cavab olacaq A variantı Xocalı rayonunun tamamilə işğaldan azad edilməsi. Çünki bilirik ki, antiterror əməliyyatından sonra Xocalı, Xankəndi, Xocavənd əraziləri Azərbaycana qaytarılmışdı. Yəni 10 noyabr bəyannaməsində bizə verilməyən ərazilər tam bizə qaytarılıbdır. Çünki Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi 2022-ci ilin avqust ayındadır. Azərbaycan Ermənistan sərhədinin tam nəzarətə götürülməsi cavabı da yanlışdır. Çünki burada da Qazağın 7 kəndi hələ qaytarılmayıb. Ona görə də sərhəd tam nəzarətə götürülməsi düzgün deyil. Yəni o dövrdə hələ qaytarılmamışdı. Digər variantlar da yanlışdır. Uyğunluğu müəyyən edin. Gezid, Hülaki, bu yanlışdır. Harada bir cavabı var, çıxırıq. Sonra Gezid, Ağqoyunlu, harada 2 cavabı var, onu da çıxırıq. Deməli, 1 və 2 cavabları çıxdıq. Tamğa, Hülaki, bu düzdür. Çünki Tamğa və Bac elə Monqollar dövründə yaranıbdır. Hülakilər də 5-ci Monqol ulusudur. Ona görə 3 və Ağqoyunlu dövründə də Tamğa var. Çünki Tamğanın ləğvi 1565-ci ildə 1-ci Təhmasib tərəfindəndir. Ona görə cavab 3 və 4 olacaq. 3 və 4 cavabı da Y variantıdır. 33-cü test. Albanlarla sülh bağlayan Pompey İberiya istiqamətində hərəkət etdi. Albaniya hökmdarı qüvvələrini yenidən cəmləşdirdi. Onlar Pompeyin ordusunun arxasınca irəliləyərək Kür çayının qollarından olan Qanıq çayının sahilində mövqe tutdular. Vəziyyətin təhlükəli olduğunu görən Pompey yenidən Alban ordusuna doğru yürüş etdi. Burada Qanıq döyüşündən söhbət gedir. Mətndə fəaliyyətindən bəhs edilən Alban hökmdarının Atropaten hökmdarı Artabazla ümumi cəhətdə bilir ki, Artabaz Fraspa döyüşündə vuruşmuşdur. Mənbədə söhbət gedən Alban hökmdarı da yenə Roma ilə vuruşur. Fraspada da Roma ilə vuruşulduğuna görə cavab elə Roma ordusuna qarşı mübarizə olacaq. C variantı. Bilirik ki, Artabazan eradan əvvəl 223-cü il Selevkilərin asıllığını qəbul etmiş. Artabaz Fraspada döyüşmüş. Ariobarzan 10 il Romada yaşamış. Romalılarla müttəfiq olmuş. Ariovasın ölümündən sonra isə Atropaten Parfiyan şəkillərinin tərkibinə keçmişdi. 34-cü test. Hadisələrdən hansıların yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır? Azərbaycanın Qarayazı torpağının 2 yerə bölünməsi 1922-dir. Bir hissəsi Gürcüstana verilir. Yuxarı Zəngəzurun Ermənistana verilməsi 1921-dir. Sovet rejiminə qarşı Gəncə üsyanı 1920-dir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması 1924-cü ilin 9 fevraldır. Mirzəcəfər Bağırovun 1-ci katib vəzifəsinə təyin edilməsi isə 1933-dür. Deməli, burada 3 qalxacaq yuxarı, Qarayazı torpağının 2 yerə parçalanması, düşəcək aşağı və 1 ilə 3-ün yeri dəyişməlidir. Cavab C variantıdır. 34-cü test. Kiçik Asiyanın və Suriyadan keçən ticarət yollarının Osmanlıların əlinə keçməsi, Avropalıların Asiyaya gedən yeni yollar axtarışlarını sürətləndirməsi. Bilirik ki, bu böyük coğrafi kəşflərə əlaqədar olan hadisədir. Çünki Osmanlılar İpək yolunu ələ keçirdikdən sonra orada gömrük haqqını çox qaldırırlar və ona görə də Avropalılar yeni yol axtarmağa başlayırlar. Bu da böyük coğrafi kəşflərin yaranmağına səbəb olur. Xaçlı yürüşlərin başlanması ola bilməz. Böyük coğrafi kəşflərin başlanması, burada cavab B olacaq. Çünki C variantında da ticarət yollarının okeanlardan dənizlərə keçməsidir. Elə bir hadisə yoxdur. Əksinə dənizlərdən okeanlara keçir böyük coğrafi kəşflər nəticəsində. Avropada mərkəzləşmiş dövlətlərin yaranmağa başlanması da ola bilməz. Avropada İngiltərə
mərkəzləşib ilk dəfə 1066-cı ildə Hastingsdən sonradır bu. Bir də müstəmləkə işğallarının başa çatması da ola bilməz, çünki müstəmləkə işğalları davam edir. Başlanması olsa, bəli, düz götürmək olardı. Burada çaşdırmaq üçün yazıb variantı. 36-cı test. Qeyd gedir. Demək, 36-cı test. Aşağıda verilənlərin 17-ci əsrin ikinci yarısında Azərbaycanın təsirini müəyyən edin. 17-ci əsrin ikinci yarısı deyirsə əgər, o zaman Səfəvilərin zəif dövründən söhbət gedir. Sultan Hüseynin dövrü ola bilər. Şah II. Abbasın dövrü, Süleymanın dövrü ola bilər. Gəlin, baxaq görək nədir. Avropada manufaktura məhsullarının istehsalı artır. İpək yolu tədricən əhəmiyyətini itirir. Deyir ki, bunun təsirindən Səfəvilərdə nə olur? İqtisadi və siyasi sabitlik möhkəmlənir. Xeyr, bu ola bilməz. Mənfi bir hadisə götürəcək. Ordu güclənir. Xeyr, B də çıxır, çünki müsbət bir hadisədir. Natural təsərrüfat dağılır. Bazarlarda qiymət aşağı düşür. Xeyr, bazarda qiymətin aşağı düşməsi mənfi hadisə deyil. Əksinə, xalqın xeyrinədir. D variantı, daxili və xarici ticarət inkişaf edir. Fiyadalayanlar, bu da yanlışdır. Cavab Y variantı olacaq. Onda ticarət və sənətkarlıq tənəzzül edir. Xəzinənin gəliri azalır. Məsələn, Sultan Hüseynin dövründə olan hadisəni göstərmək olar. Demək, 37. Cənubi Azərbaycanda məşrutə hərəkəti ilə Çində Taypinlər üsyanının ümumi cəhəti. Məşrutə 1905-11-ci ildə Səttar xan və Bağır xan başçılığı ilə olan hərəkatdır. Çində Taypinlər hərəkatı isə 1850-64-cü illərdə Xunçütsalın başçılığı ilə Taypin Tiango, yəni Səmavi Rifah dövlətinin istənildiyi hadisədir. Rusiyanın fəal hərbi yardım nəticəsində yatırılması, bu məşrutə hərəkatında əslində Lyaxov filan bunların adı çəkilir, amma Taypinlərin yatırılmasında sırf Rusiyanın fəal yardımını görmürük biz. Əsasən Avropa ölkələrinin yardımını görmüşük orada. Sonra qalibiyyətlə başa çatması bu ola bilməz. Heç biri qalibiyyətlə başa çatmayıbdır. Müstəmləkələrin ölkədən tamamilə qovması, bu da yanlışdır. Çünki müstəmləkəçilər qovulmur. O hadisələr nəticəsində eyni əsrdə baş verməsi ola bilməz. Çünki Cənubi Azərbaycanda məşrutə 20-ci əsrin əvvəldir. Taypinlər 19-cu əsrdədir. Xarici qüvvələrin köməyi ilə yatırılması isə düzgün cavabdır. Cavab Y olacaq. Çünki hər ikisində xarici qüvvələrin yardımı olmuşdur. 38-ci test. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Xəzər xaqanlığı və Salarilər dövləti. Ərəb xilafəti ilə uzun müddətli müharibələr nəticəsində zəiflədi. Bu Xəzər xaqanlığına gedəcək. Çünki Xəzər-Ərəb müharibələri 100 ilə yaxın davam etmiş və orada Xəzər xaqanlığı zəifləmişdi. 10-cu əsrin ikinci yarısında süqut etməsi, Salarilər dövləti 941-981, Xəzər xaqanlığı isə deməli 10-cu əsrin sonlarında süquta uğramışdır. Ona görə də bunu götürürük ortaq cəhətə. Deməli 1-ə A, 3-ə isə B gedən variant. 8-ci əsr Musəvilik də gedəcək Xəzərə. 1-ə A, C, 3-ə isə B. 1-ə A, C variantı isə bircə yerdədir. 3-ə D yeni götürüblər. Şirvanşahlar dövlətinin 2-yə D yeni götürüblər. Şirvanşahlar dövlətinin asılı hala salınması, bir də 10-cu əsrin 40-cı illərində yaranması, bəli, Şirvanşahlar Salardan asılı vəziyyətdə düşübdür. Çünki Salarilər vahid Azərbaycan yaradıblar. 10-cu əsrin 40-cı illərində də yaranıb, 941-ci ildə bayaq dediyim kimi. Deməli, cavab olacaq C variantı. Daha sonra 39-cu test. Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycan SSR-nin fəaliyyətinə aid ümumi cəhət. Biz bilirik ki, Xalq Cümhuriyyətində konstitusiya yoxdur. Ona görə A-nı çıxırıq. Savadsızlıqla mübarizə komitəsi AXC dövründə belə bir hadisə yoxdur. Bu Azərbaycan SSR-də olub 1923-də. Latın əlifbasına keçməklə bağlı komissiyanın yaradılması isə hər ikisində var. Digər olmayanlar demək cavab C-dir, amma digərlərinə də baxaq. Müvəqqəti İnqilab Komitəsi bilirik ki, qanunverici orqan kimi Azərbaycan Sovet hökumətində var idi. 1920-nin aprelində yaranmışdı. Ona görə D-ni də çıxırıq. Aqrar islahat isə AXC-də keçirilməyibdir. Amma
Azərbaycan Sovet hökumətində 1920-ci illərin əvvəllərində aqrar islahat həyata keçirilibdir. Yəni ki, kəndlilərə mülkədarların torpaqları paylanılmışdı, amma kolxoz quruculuğunda alınır torpaqlar. 40-cı test. Rəşidi xəlifələr dövründə ərəblərin fəth etdiyi əraziləri xəritədə göstərin. Bilirik ki, Rəşidi xəlifələri dövrü 632-dən 661-ə qədər davam edir və həmin dövrdə Suriya, Fələstin demək tutulubdur. Bütün Ərəbistana yayılıbdır hakimiyyət. Bizansa hücum olunubdur. Ona görə də Misir və Suriya ərazilərinin 2 və 3-ü götürəcək. Burada cavab C variantı olacaq. 41-ci test. Mikena mədəniyyətinin məhv olma səbəbi bilirik ki, Krit mədəniyyəti vulkan püskürməsi, Mikena mədəniyyəti isə Dorilərin hücum nəticəsindədir. Cavab olacaq A variantı, Dorilərin yürüşü nəticəsində dağılmışdır. 42-ci test. 17-ci əsrin ikinci yarısı Azərbaycanda mövcud olmuş dini, şərti, hökmdar ailəsinə məxsus torpaq mülkiyyət formalarını cədvəldə müvafiq olaraq müəyyən edin. Demək ki, birinci dini bizə lazımdır. Vəqif, şərti, tiyul. Çünki həmin dövrdə tiyuldur, artıq Səfəvilər dövrüdür. Demək cavab 2 olacaq. Vəqif, tiyul, yox, bir dəqiqə, vəqif, tiyul və xalisə. Hökmdar ailəsinə xalisədir. Cavab olacaq 5Y variantı. 43-cü test. Qazan xan 1303-cü il fərmanı ilə Şimali Azərbaycanda 1870-ci il kəndli islahatlarının keçirilməsi barədə əsasnamə arasında fərq. Fərman və əsasnamə. Fərman kəndlərə 5 hektar torpaq verilirdisə, xeyr. Qazan xan fərmanında belə bir hadisə yoxdur. Fərman təhkimçiliyi ləğv edir, xeyr. Azərbaycanda ümumiyyətlə təhkimçilik olmayıbdır. Qazan xan istəyib etmək, ya da alınmayıbdır. C variantı, fərman Azərbaycanda təhkimçilik hüququnu ləğv edirdisə, əsasnamə kəndlərə torpaq paylanmasını təmin edir. Bəli, cavab C olacaq. Digər variantlar yanlışdır, baxmağa ehtiyac yoxdur. 44-cü test. Orta Tunc dövründə Azərbaycanda metal emalının başlanğıcı qoyulmuşdur. Bu yanlışdır, çünki metal emalı eneolitdədir. Ana xaqanlığı ata xaqanlığı əvəz etmiş. Bu da yanlışdır, bu erkən Tuncdadır. Əkinçilik və maldarlıq yaranmışdır. Bu da yanlışdır. Əkinçilik, maldarlıq bir-birindən ayrılıb. İlkin şəhər mərkəzləri yaranıb. Bəli, bu düzdür. Cavab variantlar yoxdur. D variantı olacaq. Yəni ilkin şəhər mərkəzləri Naxçıvan şəhərinin bilirik ki, Orta Tuncda əsas qoyulub. Xış əkinçiliyi isə erkən Tuncdadır. Böyük Britaniyanın 1-ci və 2-ci Dünya müharibəsi tarihinə aid oxşarlıq. Müstəmləkələrin itirilməsi hər iki dövrə aid oxşarlıq ola bilməz, çünki müstəmləkə bir dövrdə itirilə bilər. Ona görə A gedir. ABŞ-la müttəfiq olması olacaq. Cavab B variantı. Digərlər isə yanlışdır. 46-cı test. Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illərində həyata keçirilən aqrar qanunlara aid deyil. Aqrar qanunlar deyir. Başqa bir hadisə olacaq. Mülkədarların kəndlilər üzərində polis, məhdud məhkəmə hüququ verilməsi, bu düzdür. Bilir ki, 1865-ci ilə qədər mülkədarlar kəndlər üzərində polis və məhdud məhkəmə hüququ qazanmışdılar. 1846-cı il 6 dekabr reskriptindən başlayaraq. B variantı, Qazax Şəmşədli və borçalı mülkədarların torpaq sahibliyindən məhrum edilməsi, bu da doğrudur. 41-ci ildə onlar məhrum edilmişdilər. 1841-də. C. Bəy və ağalara məxsus olan torpaqların irsi mülkiyyət kimi təsdiq edilməsi. Bəli, 1846-cı ildə bəy və ağaların torpaqları irsən keçməyə başlayıb. D. İrəvan quberniyasının təşkili. Bu inzibati bölgüdür, ona görə də cavab olacaq D. Burada isə aqrar deyirdi. İrəvan quberniyası isə 1849-cu ildə təşkil olunubdur. 47-ci test. Abbasilər xilafəti ilə Şirvanşahlar dövlətinin tarixinə aid oxşarlıq. A. Monqolların yürüşünə məruz qalması. Elə bu doğrudur, çünki Şirvanşahlar və Monqollar... Şirvanşahların ümumiyyətlə hakimiyyət dövrü 861-dən 538-ə qədərdir və bir çox işğalçıları görür. Teymurləri də görür, Qızıl Ordunu da görür, Monqolları da görür. Daha sonra başqa bir çox işğalçıları görür. Toxtamışın da hücumlarına məruz qalır. Ona görə də dövr geniş olduğuna görə Şirvanşahlara hücum götürürük.
Abbasilər xilafəti də bilirik ki, 1258-ci ildə Hülakilərin hücumu ilə süquta uğrayıbdı. Ona görə də A variantı Monqolların yürüşünə məruz qalması olacaq cavab. 48-ci test. Hadisə nəticə əlaqələrin doğru verildiyi cavabı müəyyən edin. 1-ci Həştadsər döyüşü Xürrəmlərin ilk dəfə məğlub olması. Xeyr, Xürrəmlər 2-ci Həmədanda 833-də məğlub olublar. Ona görə A alınmışdır. B. Xilafətin köçürmə siyasəti yerli feodalların mövqeyinin möhkəmləndirilməsi. Burada köçürmə yerli feodalların mövqeyini möhkəmləndirmir, ərəblərin mövqeyini möhkəmləndirir. Ona görə B alınmışdır. Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi, Sasani hakimiyyətinə tamamilə son qoyulması. Bu da yanlışdır, çünki Mehranilər 630-da gəlib, Sasanilər 651-də süqut edib. Xürrəmlər hərəkatı Abbasilər xilafətinin zəifləməsi, bəli, D variantıdır. 49-cu test. 19-cu əsrin 1-ci və 2-ci yarısı Şimali Azərbaycan mədəniyyəti tarixinə aid ümumi cəhət. İrəvan müəllimlər seminariyasının fəaliyyət göstərməsi demək. Cavab verilib A variantı. Üsul-i cədid məktəblərinin mövcud olması. Üsul-i cədid məktəbləri 19-cu əsrin 2-ci yarısındadır. Ona görə B variantını götürmürük. Orta təhsil verən gimnaziyaların fəaliyyət göstərməsi. Demək, gimnaziyalar 19-cu əsrin 1-ci yarısında yoxdur. Çünki ilk gimnaziya 1865-ci ildə açılmışdı. Ona görə C variantını da çıxırıq. Pulu şəhər məktəblərində təhsilin rus dilində aparılması. Pulu şəhər məktəbləri də 19-cu əsrin 2-ci yarısı yaranmışdı. 1872-ci il islahatından sonra. Qəza məktəblərinin fəaliyyət göstərməsi olar, Y variantı. Çünki qəza məktəbləri 1830-cu ildən mövcud olmuş Avropa tipli məktəblər idi. Keçirik 50-ci testə. Azərbaycan Respublikası 21-ci əsrdə daxili və xarici siyasət. Daxili siyasət, Tanap qaz kəmərinin açılış mərasimi xarici siyasətdir. NATO Parlament Assambleyasının assosiasiyalaşdırılmış üzvlüyünə qəbul edilməsi 2002-ci ildədir. Bu da xarici siyasətdir. Asan xidmət isə daxili siyasətdir. 2012-də yaranıbdır. Ona görə 1-ə C götürürük. Xarici siyasət isə Təbrizdə konsulluğun açılması 2004-dədir. Elə A-dır. 1-ə C, 2-yə A, 1-ə C, 2-yə A, B variantında var. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin üzvlüyünə qəbul olması, yəni ATƏM-ə. ATƏM-ə üzv qəbul olması 92-ci ildədir. B-ni çıxırıq. Konstitusiya məhkəməsi isə 98-ci ildədir. C-də getmir. 51-ci test. Verilənlərin aid olduğu şəhəri xəritədə müəyyən edin. Sacilər dövlətin paytaxtlarından biri idi. Marağa və yaxud Ərdəbil şəhər olacaq. 5 Marağa, 3 Ərdəbildir. 4 Təbrizdir, 1 Şamaxıdır, 2 isə Gəncədir. Sacilər dövlətin paytaxtlarından biri idi. Səfəvi hakimliyinin mərkəzi olmuş. Söhbət Ərdəbildən gedir. O da 3-dür. 3 də A variantındadır. 52-ci test. Rəşd müqaviləsinə aid olanları müəyyən edin. Rusiya Kür çayından cənubdakı Xəzər sahil vilayətləri geri qaytarmalı idi. Bəli, Kürdən cənuba Xəzər sahil vilayətlər ruslar qaytarmalı idi. Müqavilə Səfəvilər ruslar arasındadır. Bir cavab 1 olacaq. Araz çayı Osmanlı dövləti ilə Səfəvi dövləti arasında sərhəd olmalı idi. Xeyr, Osmanlı ilə bağlanmayıb müqavilə. Ona görə 2 olanlar gedəcək. 1 olan olacaq. Ya 1-3 ya da 1-4-dür. 3-cü varianta baxaq. Səfəvi dövləti arasında rus tacirlərinə güzəştli şərtlər, bəli, bu var idi rəşddə. Ümumiyyətlə, rusların müqavilələrinin çoxunda güzəştli şərtlər var idi tacirlər üçün. Məsələn, Türkmənçayda da var, Gülüstanda da var, Gəncədə də var, Rəşdə də var. Cavab 1 və 3 olacaq. B variantı. Peterburqda yoxdur, çünki Peterburqda zaten ruslar Xəzəryanı vilayətləri tutur. Ona görə də ehtiyacları olmur güzəştli şərt almağa. 53. Osmanlı İmperiyasının fərqli olaraq Teymurilər dövləti. Səfəvi dövləti ilə müharibə, bu yanlışdır. Bu Osmanlı aparıb əksinə. 1 çıxır. Böyük Səlcuq İmperiyasının parçalanması nəticəsində yaranıb. Bu da yanlışdır. Teymurilər o zaman yaranmayıb.
Mərkəzi Asiyada yaranıb. Düzdür. Osmanlı Kiçik Asiyada yaranıb. Teymurlar Mərkəzi Asiyada. Biri 3-dür cavabın. Şimali Çin torpaqlarını ələ keçirib. Xeyr, Teymur Çinə hücum etməyib. Ona görə 4-ü də götürmürük. Qızıl Ordu dövlətinə qarşı mübarizədə Şirvanşahlarla müttəfiq olub. Biri də 5-dir. Çünki Şirvanşah İbrahim 1402-ci il Ankara döyüşü və 1395-ci il Terik çay sahilindəki döyüşdə Teymurla müttəfiq olmuşdu. 53-cü testdə cavab oldu. 3, bir də 5. 3 və 5. 54-cü test 6-cı əsrə aiddir. Dastakir torpaq sahibinin mövzu olması bəli mövcuddur, çünki Sasani dövrüdür. Xostak da var hətta. Albaniyanın Atropatena ilə birlikdə Sasanilərin şimal cənubuna daxil edilməsi doğrudur. Bir də 2-dir, çünki Sasanilər dövrüdür. Mehranilər Albaniyanın müstəqilliyi uğrunda xilafətlə mübarizə aparması. Xeyr, xilafət deyirsə 630-dan sonradır. Cavanşirdən danışır. Ona görə 3-ü çıxırıq. 1-2 var hələ ki. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-cu ildədir. Biri də 4-dür. 1, 2, 4. Albaniyanın Dizraf döyüşü nəticəsində Tilit vilayətləri geri qaytarması 387-dir. 4-cü əsrdir. 55. Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci ilin 28 mayı, Xüsusi Cənubi Qafqaz Komitəsinin yaradılması 1917-ci ilin demək fevraldan sonra martda, 1917-ci ilin martı, Böyük Britaniyanın Almaniyaya müharibə elan etməsi 1914-cü il, Brest-Litovsk müqaviləsinin imzalanması isə 1918-ci ilin mart ayının 3-ündədir. Demək, birinci olacaq 3, daha sonra olacaq komitə, Xüsusi Cənubi Qafqaz Komitəsi 1917, 3, 2, daha sonra 4, Brest-Litovsk, çünki 18-in martıdır. Daha sonra isə 1, 1918-ci il mayın 28-də Xəzərin yaranması. 56-cı test. Sonuncu Abbasi xəlifəsinin xəzinəsi Monqolların əlinə keçdi. Amı Dərya Aralıq dəniz sahilində Böyük Qafqaz dağlarından İran körfəzinə kimi yaxın və orta şərq bu dövlətin hakimiyyəti altına keçdi. Söhbət Hülaki dövlətinin yaranmasından gedir. Mətndə bəhs olunan dövlət Eldənizlər dövlətindən fərqli olaraq Eldənizlərdən fərqli. Yadelli hücumu nəticəsində süquta uğramışdı. Bu hər ikisinə aiddir. Çünki Hülakiləri Qızıl Ordu Eldənizləri Xarəzmşahlar süquta uğradıb. İlk paytaxt Marağa şəhəri olmuşdur. Bəli, Eldənizlərdən fərqli olaraq Hülakilərin ilk paytaxtı Marağa olub. Çünki Eldənizlərdə Naxçıvandır. Biri 2-dir. Şirvanşahları asılı hala salmışdır. Eldənizlər asılı hala salıb. Ona görə 3-ü götürmürük. Biz Eldənizlərdən fərqli cəhət tapmalıyıq. Qızıl Ordu dövləti ilə müharibə aparmışdır. Bəli, Hulakilər Qızıl Ordu ilə müharibə aparıb. Cavab 2 və 4-dür burada. 57-ci test. Dövlətin paytaxtının İsfahana köçürülməsi kimin dövründədir? Təbii ki də Şah 1. Abbasın. 1-ə A gedir. Osmanlı Sultanı 1. Süleyman ilə sülh müqaviləsi, bu təhmasibə gedəcək. 2-yə Y. Çıldır döyüşündə Səfəvi qoşunlarının məğlub olması isə Şah Məhəmməd Xudabəndəyə gedir. 3-ə isə B. Gəldik, situasiyaya çatdıq. 20-ci əsrin 80-ci illərin əvvəlində prezident seçildikdən sonra onun daxili siyasətinin əsas istiqaməti